regionda əslində tam fərqli bir qarşıdurma gözlənilirdi. Özəlliklə Trumpın iqtidara gəlməsindən sonra İsrail-İran münasibətlərinin gərginləşməsi gözlənilirdi. Amma siz söylədiyiniz kimi Bəşər Əsədin bu prosesdən öncə devrilməsi situasiyanı dəyişdi. İndi İsrailin hədəfi sanki daha çox Türkiyədir və Azərbaycanın Amerika, İsrail, Türkiyə təhlükəsizlik çətiri qurulması prosesinə dəvəti, iştiraki ya da ən müxtəlif şəkildə bu müzakirələrdə adının hallanması sanki Ankara-Bakı münasibətlərində bir açıq yaratmaq üçündür. Yəni, belə fikirlər səsləndirənlər də var. Siz bu məsələyə necə baxırsınız? Yəni, faktiki olaraq Azərbaycanı öz tərəflərinə çəkməklə Türkiyəni regionda çox ciddi bir müttəfiqindən uzaqlaşdırmaq səyləri sizcə var, görünürmü? Elə o bayağı dediyimiz İbrahim sövdələşmə əslində başqa adla bizə təklif olunur. ABŞ, İsrail, Azərbaycan təhlükəsizlik çətiri. Həmən bir şeydir. O İbrahim sövdələşməsi də onun içində tərkib hissədir. Yenə də burada biz seçim qarşısında qalacaq. Məsəl üçün bizə təklif olunur ki, əvəz olaraq həmin 907-ci düzəliş Konqres onu ləğv edəcək. Bilirsiniz, bu 30 ildən çoxdur. Yəni bizim üçün bugün o önəmlidirmi? Zaten biz o problemi özümüz həll etdik. 30 ildən çoxdur heç onu nəzərə almadan biz işimizi qurmuşuq. Hərbi sənaye quruculuğu və s. proseslər çox gözəl gedir. 2020-ci ilin müharibəsi də göstərdi ki, Türkiyə ilə qurduğumuz hərbi sənaye kompleks və ordu reformaları özünü gözəl göstərdi. İsraildən aldığımız silahlar, Pakistandan aldığımız silah və dəstək bizə yetər. Burada 907-ci düzəliş varmı, yoxmu? Heç bir belə güclü gəlirimiz yoxdur. Amma itirdiyimiz çox olacaq. Dediyim kimi, biz o üç tərəfli sazişdə, o çətirin altında, onda bütün ərəb müsəlman dünyası bizi Amerikanın, İsrailin bir qolu kimi görəcək. Davamçısı siyasətinin, o da bizə nə qədər uğurludur. Hər tərəf orada dediyim kimi İslam, ərəb, hamısı da yanıqlıdır. Hamısının, belə deyək, nifrəti var, həmin o dediyim Amerikaya və İsrailə. Biz o yükü üzərimizə götürməklə, deməli, həmin regionda Amerika-İsrail siyasətini yeridəcək. Başqa bir iş görənməyəcək, daha məhdud, bizə maraqlarımıza daha məhdud bir siyasət yeridəcək. Qardaş Türkiyə ilə də bəzi problemlər yaşanacaq. İran da dediyim kimi istifadə edərək bizə qarşı anti-təbliğat aparacaq. Hansı ki, yaxın şərqdəki həm şiə toplumuna təsir göstərəcək. Elə İsrailin özü də öz vasitələri ilə ərəblərin içində təbliğat aparacaq ki, baxın, Azərbaycan da qoşuldu, yəni ki, anti-İslam, anti-Ərəb, ərəb belə deyək bir formatına. Ona görə mən biləm bizə bu hansısa bir preferensiyalar gətirmir.